almaz şirkəti olan Shimmer Diamonds çox nadir brilyantlar kolleksiyasını sərgiyə çıxarmaq üçün Pretoriyadan Antwerpenə gətirir. Brilyantların təhlükəsizliyinə görə dünyanın ən yaxşı mühafizə şirkəti məsuliyyət daşıyır. Shalimar International Group. Daha doğrusu, bütün məsuliyyət hazırda Shalimar'ın sahibi Mr. Sharan Grover'in üzərindədir. Onun mətbuat konferansına canlı yayımda tamaşa eləyin. Sağ olun, hamınız sağ olun. O düzdür ki, brilyantlar bir gecəliyə Dubayda olacaq. Milad bayramı ərəfəsində Antwerpenə çatmaq üçün brilyantlar cəmi bir gecəliyə Atlantis otelində olacaq. Shalimar'ın seyfində. Bu düzdür ki, qara bazarda həmin brilyantların qiyməti 300 crore rupidir. Bu azdır. Böyük Monqollar sülaləsinə mənsub olan 9 qədim brilyantı necə qiymətləndirmək olar? Elə həmin gecədə rəqs üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək. Düzdür. Bu il Shimmer Diamonds rəqs üzrə dünya çempionatı kubokunun sponsorudur. Düzdür, bu dəfə kubok təmiz qızıldan hazırlanıb. Əslində bizim brilyantların saxtaları onun üzərində həkk olunub. Kubokun özü isə 250 min dollar məbləğində qiymətləndirilir. Gördüyünüz kimi bu hamı üçün sərfəli bir şəraitdir. Təşəkkür edirəm xanımlar və cənablar. Seyfin yaradıcısı onu qarət edir. Manohar Sharmanın vaxtından əvvəl azad olunmaq xahişi rədd edilib. Almaz tacirləri Manoharı boykot edir. Sharan Grover sığorta tələb edir. Manohar Sharma 12 illik müddətə həbs olunub. Deyəsən Jack'i çağırmaq vaxtı çatıb. Başladıq, səs! Hay, dubl 1! Motor! Saxla! Partlayışa görə məsuliyyət daşıyan hansı axmaqdır? Hər dəfə lazım olan bomba, lazım olan vaxt, lazım olan yerdə partlamır. Onu bura çağır. Yaxşı. Tələs! Ey Jack! Ey Jack! Jack, Kapitan Jack Mohan Prakash. Eşitmirsən? Bombaların zərərsizləşdirilməsi komandası. Əskərlər öz canlarını qurban verirlər. O isə Sən öz nənə? qulağından keçdi. Rejissor səni çağırır. Ne yazılıb burada, hə? Ne yazılıb burada? Burada yazılıb ki, baş qəhrəman özünü əstirir və partlayış baş verir. Aktris özünü əstirir, partlayış da baş vermir. Nə məsələdir, cənab rejissor? Nə məsələdir, hə? Mən sənə səhər demişdim. Ay səni, düymələri açıq köynək, altı kərpiç, əsl qəhrəman bədənidir. Amma mənim çəkilişlərimdə buna ehtiyac